Sponsorlar: Oba Marketlər şəbəkəsi, Mini Boss uşaq bezləri. Artıq Ramazan bayramı ərəfəsindəyik. Bu gözəl ayda tutduğunuz orucları, duaları Allah qəbul eləsin. Biz də Ləzzət Axtarışında komandası olaraq Ramazan ayının son bölümünü talisemiya pasientləri ilə birlikdə keçirtməyə qərar aldıq. Bilirsiniz ki, ölkəmizdə müəyyən qədər talisemiya xəstəliyindən əziyyət çəkən insanlar var. Onun üçün dövlətimiz də bir sıra qadağalar yaradıb ki, məsələn, qohum evliliyi artıq olmaz. Yəni xala qızı, bibi qızı, yaxın qohum əqrəbələr bir-birləri ilə evlənə bilməzlər. Çünki evlənsələr uşaqları, məsələn, bir xəstəliklərdən biri elə talisemiya xəstəsi ola bilər. Belə bir ehtimal var. Onun üçün sağlamlığı qorumaq üçün, bu balaca balalarımızın gələcəyini qorumaq üçün belə bir gözəl qayda qanunlar məncə yaradılır. Bəli. Evlənməsək qohumdan daha yaxşı olar. Bu elə xala qızı ilə, bibi qızı ilə elə qohum kimi qalaq. 100%. 100%. Ulya, bugün balaca talisemiya pasientləri ilə gözəl bir vaxt keçirəcəyik. Nə yiyəcəyik, hara gedəcəyik, hara aparacaqsan bizi bugün? Getdiyimiz məkan Lemon restoranıdır, yenicə açılıb. Dostlarımız orada bizim üçün möhtəşəm hazırlıq görüblər Lemon restoranında. Həm əylənəcəyik, həm də orada hazırlanan ləzzətli yeməklərin dadına bu balacalardan birlikdə baxacağıq. Gəl gedək. Gedək, onlar bizi gözləyirlər. Hava da biraz soyuqdur nəsə. Bizim balaca pasientlərimiz valideynləri ilə gəliblər. Limonlanca yollanacaq. Gedirik limonlanca, amma bu işdə bizə dəstək verən adam var da, Gülgün xanım. Gülgün xanım olar sizin. Necəsiz Gülgün xanım? Yaxşıyam, təşəkkür edirəm. Bayramınız mübarək olsun. Sağ olun, sizinlə bahəm. Siz də çox sağ olun, bizə bu işdə dəstək oldunuz. İlk öncə mən sizə çox təşəkkür edirəm, minnətdaram. Əziyyət çəkdiniz, bizlə bərabər oldunuz. Özümü təqdim edeyim. Demək, Azərbaycan Talasemiya Federasiyası İctimai Birliyinin həm təsisçisi və eyni zamanda sədr müavini Doktor Gülgün Gündüz. 18 ildir talasemiya könüllüsüyəm. Maşallah. Çox sağ olun. Hematologiyada, xüsusilə talasemiyada və digər qadın uşaq məsələləri ilə bağlı sosial bir xanımam və xüsusilə də talasemiyanı xarici ölkələrdə təmsil etmişəm. Ölkəmizdə baş verən yeniliklər, problemlər, pasientlərimizin hüquq müdafiəsi, həkimlərlə pasientlər arasında olan münasibətlər, xüsusilə də korporativ donorluq mədəniyyətinin inkişafı və bütün məsələlərlə bağlı hər zaman belə deyək, diqqətdə saxlayırıq. Çatışmayan məsələlərimiz, problemlərimizin həlli üçün çalışırıq könüllü olaraq. İnşallah bugün bu balacalarla maraqlı bir vaxt keçirəcəyik. Getdik? Getdik, gedək. Uşaqlar, Ulya xanımın sizə sualı var. Qəşəng yemək yeyib, əyləməyə hazırsınız? Hazırsınız? Eşitmirəm. Bravo sen. Sen hazırsan? Bəli. Polnu yeyəcəm. Eşitdin nə dedi? Polnu yiyəcəm. Gəldik, çatdıq limonlanca.
Demək yanımızda Limon Lancın şefi Asif bəydir. Asif bəy, bugün bizim bu balalar üçün nə hazırlamışsınız? Bu gün balalar üçün özəl yeməklər hazırlanır. Limon dolması hazırlanır. Limon dolması. Limon dolmasını bir dənə Mən deyim. yeməmişəm. Mən onu görmüşdüm. TikTokda paylaşmışlar onu. Amma mən cənublu ola o limon dolmasını necə olub yeməmişəm, bilmirəm də. Mən İstəyirdim sənə onu. inanmıram. Mən onu cənubda hazırlatdıracaqdım, amma nəsə siz qabağa düşdünüz. Milli Avropaya uyğundur bütün yeməklər çıxışı. Görkəm olaraq Avropaya, dad olaraq milliyə çəkir bizdə yeməklərin hamısı. Bu gün balalar üçün özəl eləmişik. Fettuccine Alfredo çıxacaq, special olacaq hamısı. Belə ki, Alfredo. belə ki, uşaqların burada qulluğundayıq. Ürəkləri nə istəsə bişirə bilərik. Öpürəm usta, var Yəni olasın. 24 saat ürəkləri nə vaxt istəsə də gələrlər, biz buradayıq. Çox sağ olun, var Fettuccine olun. Alfredo toyuqludur yoxsa? Toyuqlu və tərəvəzli. Sən maşallah adlarını yaxşı bilirsən. Fettuccine Başqa Alfredo, da pizza da Alfredo. olacaq, pizzalarımız olacaq, Uşaqların nuggetlərimiz ən olacaq. sevdiyi. Ən sevdiyi pizza, nugget çubuqları olacaq. Super. Başqa da yenə də deyirəm, ürəkləri nəsə istəsələr, yəni buradayıq. Çox sağ ol usta, minnətdarıq. Onda biz gözləyirik də yeməkləri. Oldu, çox sağ ol. Nuş olsun hamımıza. Tatlıdır uşaqlar. Uşaqlar, bu tatlıdır. günləri ləzzət axtarışında hardayıq? Harda? Eşitmədim birdən? Sizin Qastıda üçün- yediyiniz yeməklər. Sizin üçün qəşəng yeməklər hazırlanır. Bu elə soyuq qəlyanın altı bölməsidir. Aha, Qəşəng yeyin, amma qarnınızı tam doydurmayın. Çünki elə qəşəng yeməklərimiz qabaqdadır. Hamısını yeyəcəyik, dadına baxacağıq. Hamısının dadına baxacağıq və ondan da əlavə sizin üçün köpük şou, Fox, Mox, nə istəsəniz bu günlər olacaq. Bir gün sizinlə qəşəng bir vaxt keçirəcəyik, deyəcəyik, güləcəyik, əylənəcəyik. Onları Rəqs siz eləyəcəyik, nuş edin. klonlar gələcək. Hələ mən sənə bir şey deyim. Bildiyim qədər uşaqların içərisində yaxşı istedadlı, bacarıqlılar var ki, rəqs edirlər, şeir deyirlər, mahnı oxuyurlar. Özdə bir qızımız elə milli paltarda gəlib. Sən rəqs edirsən, hə? Nə rəqslərin bacarsan? Tərkimə rəqsi. O, tərəkəmə. Tərəkəmə. Sənəm, buna bax. Gələcəyin əskəri. Hıt! Sağa, dün! Fırı! Örgəməm sənə? Şeir öyrənmişəm. Şeir öyrəmsən hələ. Əla. Nə şeir bilirsən? Vətən şeiri. Vətən şeiri. Özdə əskər formasında. De gör mənə. Ürəyimsən, döyünürsən sinəmdə, odlar yurdun, nəfəsimsən sən mənim. Quyurumsan damarımda, qanımsan, Azərbaycan mənim anam vətənim. İgidlərə saya gəlib sayılmaz, tarihinə ad salıblar silinməz. Oğlum qızım kimsələrə əyilməz, Azərbaycan mənim anam vətənim. Bravo! Afərin. Afərin sənə, afərin. Nə olmaq istəyirsən böyüyəndə? Böyüyəndə mimar. Memar. Ay sənə, halal olsun, memar. Azərbaycan adları mənim doğma vətənim, Azərbaycan dilidir, mehriban ana dilim. Super. Mən deyirəm ki, uşaqlar bu ləziz yeməklərdən yesinlər, dadına Enerji baxsınlar. toplasınlar. Ondan Sonra sonra- isə bizim xüsusi şou proqramı başlayaq. Bəli. Uşaqlar, siz qəşəng-qəşəng yeməyinizi yeyə, rahat-rahat yeməyinizi yeyə. Yukio baba sizə fokuslar göstərəcək. Hazırsınız? Eşitmirəm. Eşitmirəm. İyo baba. Salam mənim dostlarım, xoş gördük hər kəsi. Dostlar necəsiz? Yaxşı yoxsa əla? Super yoxsa puper? Fantastik yoxsa bombastik? O, möhtəşəmsiz. Uşaqlar, siz tanıdınız mən kiməm? İyo baba və bu da mənim sehirli çubuğum. Doki, bax belə, bax
belə. Adın nədir sənin? Ziynət. Ziniyyət. Hansı gülləri tanıyırsan? Mən sənə 5 dənə gül adı deyəcəm. Görüm hansını biləcəksən. Roza. Tanıyırsan? Mimoza. Glikoza. Antoşka gülləri, kartoşka. Hansını tanıdın onlardan? Hansını? Hə? Roza. Yaxşı. Burada sehirli yaylıq var. Ziynət yeyirsən, qəşəng rəqs edirsən, amma belə qəşəng. Və qonaqlar baxır, ürəklər xarab olur, qəşəng rəqs edirsən, amma belə. Havada yelləyirsən, havada. Oo, Ziynət. Elə bil ağız qanat qollayırsan, möhtəşəmsən Ziynət. Və indi Ziynət, bunun üstünü bağlayırsan, bağla görüm. Üstünü bağlayırsan, qəşəng bağlaya. Nəsə var burada uşaqlar? Heç də yoxdur. İndi hamı deyir, Roza. Tımaya glikoza. Ya lublü mimoza. Üfürmək zamanı üfürək Ziynət, qəşəng. Baxa görək. Görün ne güzel bir geldi. Roza mimoza. Hoşun geldi. Aferin dostlarıma, teşekkürler. Minibos uşaq bezləri möhtəşəm bir lotereya kampaniyasına start verdi. Minibos məhsullarını istənilən mağaza şəbəkələrindən alın, App Store və Play Marketdən sandıq tətbiqini yükləyin və aldığınız məhsulun çeki ilə qeydiyyatdan keçin və hədiyyə şansını qazanın. Müşfiq, hədiyyələr nədir? Hədiyyələrimiz müxtəlif marketlərdən kuponlar, nəqd pul və Minibos uşaq bezləri. Minibos lotereyası Instagram üzərindən hər həftənin birinci günü axşam 20:00-da canlı yayında keçiriləcək. Hər həftə 40 qalibdən biri sən ol. Xoşbəxt analar, xoşbəxt körpələr. Ölüfər. Bu nədir? Bu limon dolması. Yemisən heç bundan öncə? Bu limon dolması. Dadına baxmısan, bilirsən nə olacaq? Yox, mən bunu yeməmişəm. Amma artıq iftar vaxtı olduğu üçün mən istəyirəm onun dadına baxım. Buna Belə götürək. belə. Bunun əsas yeri buradır. Sausu. Sousu. Usta bizim üçün elə. Usta bu hardan gəlib limon özü? Lənkərandan. Lənkərandan. Bəh, bu sousu da. Əsas yeri budur. Əsas sous budur. Of, yandı əlim. Bunun sousu da limonludur. Ye baharat dadına. Limon iyi gəlir. Dadına bax da bir. Necədir hocam? Üzündən yaxşıdır.
Spesifik tadı var. Ətin yağlılığını limon öldürür və limonun acılığı yoxdur. Aha. Limonun acılığı yoxdur. Teksturası qəşəngdir. Ondan da dadına baxın. Yaxşı olsa deyəcəm, hamınız edin. Mən limonu tək çayda yox da, yeməkdə də istifadə edirəm həmişə. Su pişirəmsə, limon Təzyiq sıxıram. problemin yoxdur? Belə yüngülvarı var, amma limondan bir ləzzət ha. Turş məzə. Turş məzə. Möhtəşəm. Mesela biraz tuz vurardım. Ohoho! Turş da. Çox dadlı. Uşaqlar mən bəyəndim. Siz bəyəndiniz? Limon dolmasını. Xoşuna gəldi? Əla. Əla, super. Adət ənənəyə uyğun olaraq. 5 parmağın 5-ində yarımaq. Uşaqlar, əhvalınız necədir? Yaxşı? Süperi süper ile. Necədir? Süper deyin, süper. Ay sağ olun. Ha. İndi isə əhvalınızı daha da yaxşı eləməyə Müşfiq Bir əmi gəlib sizi təbrik eləməyə. Qarşılayaq. Əminin adı nədir? Farid Qaragöz gəlir. Hamınız buyurun. Bu necə eşqdir, tək səndə tapdım yar. Elə bil lap əzəldən içimdə yar. Yerdən, göydən, belə hər şeydən daha gözəldir sənə olan duyğular. Bu necə eşqdir, tək səndə gördüm yar. Təsəvvür et ki bizdən nə olar. Bülbül şeyda, Mecnun Leyla, ola bilərmi söylə bizə oxşar. Mən sən daha çox sevirəm. Mənim həyatım, mənim ömrüm, bugün anladım sənə döndüm. Mən bu dünyaya sənin üçün gəlmişəm. Mənim həyatım, mənim ömrüm, dərdimi, qəmimi sənlə böldüm. Ürəyimi tək sənin bilmişəm. Mənim həyatım, mənim ömrüm, bugün anladım sənə döndüm. Mən bu dünyaya sənin üçün gəlmişəm. Mənim həyatım, mənim ömrüm, dərdimi, qəmimi sənlə böldüm. Ürəyimi tək sənin bilmişəm. Mən bu dünyaya sənin üçün gəlmişəm. Güzelsen güllerden, çiçeklerden, deli kimi sevdalı yüreklerden. İçimde duyduğum sana olan duyğum, yaranıp en güzel dileklerden. Bu nece eşktir,
tek sende gördüm ya. Təsəvvür et ki bizdən nə olar. Bülbül Şeyda, Məcnun Leyla, ola bilərmi söylə bizə oxşar. Mənim həyatım, mənim ömrüm, bugün anladım sənə döndüm. Mən bu dünyaya sənin üçün gəlmişəm. Mənim həyatım, mənim ömrüm, dərdimi, qəmimi sənlə böldüm. Ürəyimi tək sənin bilmişəm. Mənim həyatım, mənim ömrüm, bugün anladım sənə döndüm. Mən bu dünyaya sənin üçün gəlmişəm. Mənim həyatım, mənim ömrüm, dərdimi, qəmimi sənlə böldüm. Ürəyimi tək sənin bilmişəm. Mən bu dünyaya sənin üçün gəlmişəm. Mən bu dünyaya sənin üçün gəlmişəm. Gün xanım, biraz danışardıq. Bu xəstəlik haqqında məlumat verin. Necə olur ki, Bir də insanlarda yaranır? tövsiyələrinizi də verin. Siz bu işi dərinliyi bilirsiniz də. Belə deyim də, talasemiya genetik qan xəstəliyidir. Yəni tibbdə biz bunu xəstəlik adlandırırıq. Burada iki daşıyıcı, yəni ata-ana, valideynlərin dünyaya gətirdiyi övladlarda gen toqquşması nəticəsində yaranmış olur. Bunu daha aydın şəkildə izah etsək, əgər cütlüklərdən ikisi də talasemiya daşıyıcı olarsa, yəni ana və ata, hər iki tərəfdə daşıyıcı olarsa, bu zaman dünyaya gətirdikləri övlad 25% talasemiya xəstəsi, 25% sağlam, 50% isə daşıyıcı olacaqdır. Amma belə deyək ki, əgər cütlüklərdən bir tərəfdə talasemiya daşıyıcısı, bir Ata və yaxud da işte ana. Bəli, fərqi yoxdur. Burada cinsiyyətə ayrılmır, sadəcə gen kodlarından danışırıq biz. Bir cütlüklərin biri daşıyıcı və biri sağlam olduğu halda bu zaman dünyaya gətirdikləri övlad 50% sağlam və 50% daşıyıcı olma ehtimalı olunur. Təbii ki, bunu ailələr, yəni biz hər zaman maarifləndirmə işləri aparırıq və gənclər arasında çox böyük təbliğat işləri görürük ki, ailə qurmadan öncə bu genetik testlərin edilməsi ilk öncə insanların özləri və daha sonra gələcəkdə dünyaya gətirəcək övladların taleyində çox böyük bir rol oynayır. Özümüzü tamaşaçılara tutub deyirik ki, yəni genetik yoxlamalar iki ailə, yəni gənclərin ailə qurmasına mane olmaq deyil. Tam əksinə. Yəni sizin öz əlinizdədir. Dünyaya gətirəcək övladların belə loru dildə, rahat bir şəkildə desə sığortalayırsınız. Belə sağlam övlad gətirmə şansınız var. Əgər düşünürlər ki, bu iki tərəflə daşıyıcıdır, ailələr razı ola bilməz. Biz hal-hazırda bununla çox problem yaşayırıq ki, ay oğluma qız verməzlər, qızımı almazlar. Bu Azərbaycan psixologiyasında sonra çox təəssüflər olsun ki, bu gizlənmə prosesində Fəsadları pis olur. Bəli, daha böyük problemlərlə yaşamış oluruq ki, uşaqlar sonra dünyaya xəstə gəlir, problemli gəlir. Çox sağ olun, məlumatlandırdınız Çox bizi. təşəkkür edirik Gülgün xanım. Allah köməkləri olsun hamının. Bu günləri bizim də missiyamız o idi ki, bu balaca balalarla qəşəng deyək, gülək, əylənək. Çox sağ olun ki, siz də bizə Bu şəraitdə dəstək oldunuz. Təşəkkür edirəm. Bizim amma hələ əyləncəmiz Davam Mən bu edir. xüsusi Davam edir. vurğulamaq istəyirəm, icazə verirsinizsə. Buyurun. Təşəkkürüm var. Çox sağ olun, minnətdarıq. Mən isə minnətdaram, çox sağ olun. Bu fikri irəli sürmüsünüz. Həqiqətən səhərdən bizlə əziyyət çəkirsiniz, maraqlanırsınız, diqqət göstərirsiniz. Doğrudan da ölkədə çox aktual bir mövzudur və düşünürəm ki, maşallah sevənlərimiz də çoxdur. İzləyicilərimiz də artıq bu verilişdə nəsə öyrənəcəklər. Bəli, 100%. Və tətbiq eləməyə çalışacaqlar. Mən buradan üzümü tuturam ilk öncə ölkənin birinci xanımı Heydər Əliyev Fondunun prezidenti, çox hörmətli Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya, media şirkətinin vitse-prezidenti Arzu xanım Əliyevaya və bütün Heydər Əliyev Fondunun komandasına, Respublika Qan Bankına, Talasemiya Mərkəzinə,
bizim bütün əməkdaşlarımıza və könüllü valideynlərimizə, aktiv pasiyentlərimizə, hər kəsə sonsuz təşəkkür edirəm. Çox sağ olun. Çünki biz bir ailəyik və bu ailənin təməlini sağlam qurmağa çalışırıq və gələcəyimiz üçün də tövsiyələr verməyə çalışırıq. Əməyi keçən hər kəsə çox təşəkkür edirəm və xüsusilə də Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin sədri Nalə Xanquliyeva bu gün burada olmasa da, amma əməyi, əziyyəti var və illərdir biz bu işdə könüllü çalışırıq və salamlarını sizə çatdırıram. Və ona da Allah ona can sağlığı Amin, versin. amin. Hamınıza çox təşəkkür edirik. Biz də çox təşəkkür edirik. çox sağ olun. Var olasınız, çox sağ olun. Gözəl işdə bir-birimizə dəstək olduğumuz üçün mən də çox şadam. Bəli. Hər kəsə uğurlar arzulayıram. Çox sağ olun. Fikir verirsən Uliyə, uşaqlar daha çox elə bir ki, bu fast food yeməklərinə üstünlük verirlər. Amma pizza deyim ki, İtaliyada gəlin, heç də fast food deyil də. Pizza İtaliyanın milli mətbəxidir. Bizdə necə küftə, bozbaş, aş, ləvəngi, onlarda da pizza. Fast food, bayaqkin adı nə idi o buranın? Fettuccine Alfredo. Oho, necə incələyirsən onu. Pizzalar da gəldi. Uşaqlar, pizzaları da gəldi. Görə Pizza indi, sevirsiniz? görə indi limonlancın pizzalarını bəyənəcəksiniz. Hələ yiyin, baxın. Ay, Ameləm. götürün. Yaxşı Siz də çıxdı götürün, da. hamınız götürün. Qəşəng yiyik, qəşəng böyüyəsən. Siz də götürün. Belə uşaqlar çox bəyəndilər. Mənə elə gəlir. İyi qəşəng. Mən istəyirəm. Oregano. Mən də bir dadına baxım. Cheers. O, düzü pizza hər yerdə verilir. Amma hər yerdə də eyni dadda olmur. Görə limonlandırım Pendiri pizzası. çox dadlıdır. Ha? Oregano ilə çox qəşəngdir. Ondan da elə sözlər isə mən başa düşmürəm. Oregano, Brigiano. Otdur. Ot? Ya. Dostum, beğendin? Beğendin? Mən də çox. Qəşəng dadlı da. Bizim uşaqlarımız çox qabiliyyətlidir. Ümumiyyətlə millət olaraq qabiliyyətli, talantlı bir millətik. 100%. Şeir deyənimiz, Var. rəqs eləyənimiz, Var. mahnı oxuyanımız, O da var. akrobat hərəkətlər göstərən. Hətta akrabat. Bəli. Akrabat. Və bu Kim eləyir bu bu akrabat? qabiliyyətlərin hamısı bu günləri bu Uşaqlarda çevrəmizdə var. var, bu uşaqlarımızda var. Maraqlıdır, akrabat edən kimdir akrobat? Akrobat. Akrobatı kimi? Bu? Aha. Sən Bu- akrobat hərəkətlər eləyəcəksən. Onun boyuna bax. Sən nə edirsən belə akrobat hərəkəti nədir sənin hərəkətin? Hə? Edirsən? Salto vursan? Ohoy, sən salto vurursan. Aha. Sən salto vura bilirsən? Ülfət, Nəyəcən? cəmaatın içində biabırçılıq eləməyəcəm. Niyə öyrədərsən, sən də salto Burada vurarsan. normal gəlmişəm, Öyrədərsən normal təşviq gedim. salto vurmağı. Hə, sən Yox, sən, mənim yox. salto vuran vaxtımdır. Salto yıxırım burada. Öyrədərsən həm Yer də betondur özdə sən. Hə, sən onda yeməyi bil, hala burada buna bax. Drum, ey, olacaq drum. İspanyola. Nə rəqs eləyəcəksən belə? Yaman bayaqdan həyəcanlısan ha. Ay digər hazırlaşır yanmasın. sərdən, saçını düzəldir, makiyajını düzəldir, paltarını düzəldir, forslanır, nazlanır. Hazırsan? Nə oynayacaqsan? İspan rəqsi. Flamenco. Getdi.
Barat. Aha. Sən birinci gəl bizə akrobatik hərəkətləri göstər. Müşfiqə salto vurmağı öyrət. Yaxşı? Mənə salto vurmağı öyrədə bilərsən? Hə? Davay, hazırsan? Davay. Getir. Bir dənə də elə, bir dənə də elə. Oo, bravo. Müşfiq, sən də elə. Öyrət, öyrət, öyrət. Davay, inanıram sənə. Bir dənə də elə, bir dənə də elə, bir dənə də elə qabağında. Sənin adın nədir? Zəhra Yahyayeva. Zəhrə Yahyayeva. Zəhra, sən nə hazırlamısan? Tərəkəmə rəqsi. Törkəmə rəqsi. Oy maşallah. Allah. Demək bizim 2 dənə də mahnı oxumaq istəyən qızımız var. Adı necə oldu sənin? Zəhra. Zəhra. Sənin adın nə oldu? Fatimə. Fatimə. Bəli. Fatimə, sən nə oxuyacaqsan? Ramazan ayının mahnısını. Ay Allah, nə qəşəng. Ramazan Bayramımıza uyğun. Elə bayram ərəfəsində sənin elə mahnın yerinə düşəcək. Əla. Sən nə oxuyacaqsan bəs? Atam. Ata mahnısı. Nə gözəl. Onda Atanı bir- çox istəyirsən sən, ataya mahnı oxuyursan. Ay, ay. Hı, bana bax, bana bax. Bayaqdan elini. Şeir. Ver mikrofonu şeirimi deyim də. El bilirsən mənimsən, yurdum ruvam məslənimsən, anam doğma vətəni, aliyam sözdanla, Azərbaycan, Azərbaycan. Hay səni canavar. Hay sana halal olsun. Razı kaldın Dedi və getdi, gördün? Dedi və getdi. Dedi getdi. Halal olsun sana. Zəhra hazırsan? Ha. götür onu. Zəhra bizə Atacan mahnısını oxuyacaq, Ha, düzdür? oxu görüm onu. Sən Oxu. Atacan, atacan, könlüm sənin göz yaşı var, taqət gətirməz, dünya sənin kimi dayaq, rahət gətirməz, qurban olum ki qoymadın, çətin günlər görəm, dünya mənim istəsəni, ömrüm yapardı, sən neçə sürəkdə ki, dərdi və bilənməz, kimsə bilənə qəmlisən, daha heç gülənməz. Kaş dolanım gecə gündüz, atacan başı var. Mərhəm ola kaş ki sənin qəmli göz yaşı var. Mərhəm ola kaş ki sənin qəmli göz yaşı Bravo var. Zəhra. Bu əyləncəli gözəl günü yaşatdığınız üçün minnətdaram. Mən Mingəçevir şəhərindən gəlmişəm. 11 saylı tam orta məktəbin 3D sinifində təhsil alıram. Burada sinif rəhbərim Rəsulova Gülbəniz müəlliməyə öz təşəkkürümü bildirirəm. Çünki onun öyrətdiyi bilik sahəsində əlaçı şagirdəm. Ay maşallah. Ay maşallah. Mahnı Halal oxuma olsun hazırsan? Bəli. Oxu onda gəl. Gəldi Ramazan, mübarək olsun ey can. Ramazan, Ramazan, mübarək olsun ey can. Mübarək olsun ey can. Nə gözəl aydır, bizə bir paydır. Tayı yox təkdir, çox mübarəkdir. Nə gözəl aydır, bizə bir paydır.
tay yox təkdir, çox mübarəkdir, gəldi Ramazan, mübarək olsun ey can. Ramazan, Ramazan, mübarək olsun ey can. Birdən yağır rəhmət, dünya olub cənnət. Birdən yağır rəhmət, dünya olub cənnət. Gəldi Ramazan, hey! Hey! Bravo! Sağ ol. Aferin Yine sana Fatıma Fatıma. yüreğden alkıştın. Yüreğden, Aferin, yüreğden. aferin. Bravo! Bravo. Bir daha hamınızı dərin təşəkkürümüzü bildiririk. Əziz valideynlər, sizə də dərin təşəkkürümüzü bildiririk. Siz də vaxt ayırdınız, bizim sözümüzü yerə salmadınız. Gəldiniz, bərabər gözəl bir gün keçirdik. Biz sizə necə şou proqram göstərdiksə, siz də bizə elə şou proqram göstərdiniz. vallahi, Çox maraqlı. gözəl rəqs elədiniz uşaqlar, şeir dediniz, mahnı oxudunuz. Hər birinizə çox təşəkkür edirəm. İnkişaf eləməyə davam edin. Məktəbdə dərslərinizi yaxşı oxuyun. 100%. 100%. Mən valideynlərdən də danışmaq istəyənlər var. Və buradan başlayaq da. Biz də çox təşəkkür edirik. Sağ olun. Bu əziz gündə bu uşaqları ki sevindirirsiniz. ATV kanalına minnətdarıq. Allah canımıza dəyməsin. Kim ki sağ olun. əziyyət çəkib, hər bir burada kimlər ki var, hamısına təşəkkür edirik. Çox sağ Allah olun. əziyyəti bizi yerdə qoymasın. Çox uşaqları ki sevindirirsiniz. Allah sizi sevindirsin. Çox Min sağ olun. əvəzi bizi versin. Çox sağ olun, minnətdarıq. Bizim də belə deyim ha, valideynlərə də bizim Hədiyyələriniz ayrıca olur. hədiyyəmiz olacaq. Yəni indi qoy valideynlər də danışsın, sonra biz də öz hədiyyələrimizi təqdim edək. ATV kanalına və bütün kollektivə təşəkkürümüzü bildiririk. Çox Başda sağ olun. Gülcüm xanım olmaqla öz təşəkkürümüzü bildiririk. Çox sağ olun hər şey üçün. Uşaqlar əyləndilər. Təşəkkür edirəm. Çox sağ olun, var olun. Hər zaman sizin yanınızdayıq, bu balacaların yanındayıq. Biz də başda Talasimiya Mərkəzinin rəhbəri olmaqla Gülcün xanıma öz təşəkkürümüzü bildiririk, Nailə xanıma təşəkkürümüzü bildiririk. Uşaqlarımız üçün bu tədbiri təşkil edən hər kəsin kimin ki əziyyəti var, valideyn olaraq öz təşəkkürümüzü bildiririk. Mən də sizə təşəkkürümü bildirirəm hər birinizə. Nailə xanıma, başda Gülcün xanıma da öz təşəkkürümü bildirirəm. Yəni onun sayəsində uşaqlarımız və sizin sayənizdə əyləndik. Çox sağ olun. Minnətdaram hamınıza. Var olasınız. Təşəkkür edirəm. Başda Nailə xanım olmaqla, Gülcün xanım olmaqla sizin hamınıza təşəkkür edirəm. Çox sağ olun, çox sağ olun. Sizin gözünüzüm, sizin sözünüzüm. Belə şəkillər, şəkillər, nə tərsöz. Mən də ATV kanallarını, rəhbərliyinə uzun ömür, Can sağlığı, gözünü yığ, hala tələsmə, tələsmə. Elə aramla danış. Sağ olun, siz ki bu uşaqları sevindirdiniz. Allah canınızı sağ Allah da olun. sizə dayaq dursun ya Rəbbi. Sağ olun, Allah Bibican. sizə ömür versin, hamımıza, rəhbərlik eləyənlərə. Çox Öpürəm, Bibican, var olasın. olasın. Dövlət edəyənlərə, vallahi sağ olun, varım. Öpürəm sizi, Bibican. Allah sizə ömür versin. Allah sizin balanıza can sağlığı versin. Çox sağ olun, varım. Rəhbərliyinə, hamımız işçilərinə can sağlığı arzulayırıq. Hələ biz də sizin oğlunuz, qızınız, hər zaman sizin qulluğunuzdayıq. Sağ olun, varım. Şəkə gələndə siz də bizə, Çox sağ hələ o şəki bitisindən, Sağ olun, varım. o Əhməd halvasından. Allah qoysa, İnşallah, inşallah. Allah sizdən sağ olun. Çox sağ ol, Bibi. Mən də sizin ATV rəhbərliyi başda olmaqla sizin hər birinizə, kadr arxası, əziyyət çəkənləriniz var. Allah sizdən razı olsun, Allah köməyiniz olsun. Bu uşaqları sevindirdiniz, Allah dünya və axirət sizi sevindirsin. Çox təşəkkür edirəm, çox əziyyət çəkmisiniz. Nailə xanıma buradan təşəkkür edirəm, Gülgün xanıma təşəkkür edirəm. Və bura mən Mingəçevir şəhərindən gəlmişəm, özüm ixtisasca müəlliməyəm. Amma əlavə olaraq belə boş zamanlarda belə əl işləri hazırlayıram. Vay, Qızım dedi ki, vay, ana, vay. çağırın, boş getmək olmaz.
Vay, buna bax. Bu aparıcılar üçündür. Mən sizin qoşa şəklinizi axtardım, Instagram tapmadım. Ona görə tək... Gərək şəkil çəkdirəsən, ay müşrik. Gərək şəkil çəkdirək. Affet məni, Ulya. Hər ikinizin də Allah sizdən razı olsun. Bir də mən bayaq qeyd etdim, kadr arxası əziyyət çəkənlərimiz var ki, bunlardan biri də Azərbəydir. Sizə çox təşəkkürümü bildirirəm. Az da olsa hədiyyəmizdən gəldim. Çox sağ olun, biz də sizə təşəkkürümüzü bildiririk. Var olasınız. Açığı belə sizə bizə xəcalət verdiniz. Onun üçün də Gülgün xanım, sizə bir daha dərin təşəkkürümüzü bildiririk. Bizə dəstək olduğunuz üçün bu işdə. Ümumiyyətlə, biz ən başda dövlətimizə təşəkkür edirik. Hər zaman bu uşaqları diqqətdə saxladıqları üçün var olun. Və bizim hədiyyələrimiz haradadır? Sponsorumuz, elimizin, obamızın obası, qənaətin məkanı, Oba Marketdən sizin hər biriniz üçün belə bir kart var bu Ramazan bayramında. 70 manatlıq bazarlıq kartı hər biriniz üçün oba ayırıb və bunu hər birinizə Uduş kampaniyası var. bəli, Oboda bu dəqiqə möhtəşəm loteriya kampaniyası da var. Hər 20 manatlıq alış-verişə bir şans qazanır. Hədiyyələrdən isə Bakı şəhərində 2 otaqlı mənzil və super avtomobil var. Ay, sağ Buyurun. Buyurun. Bu sizin. Bu sizin. Çox sağ olun. Siz sağ olun. Bu da sizin xeyirli alış-verişlər deyək. Gedirsiniz Oba Marketlər mağazasına 70 manatlıq alış-veriş edirsiniz və o Loteriya kartla kampaniyasında ödəniş unutmursunuz. Loteriyanda mütləq unutmayın. Bəlkə şanslı denəməyə dəyər də, bəlkə kimsə qismətə Bəlkə maşın. Mən bu günləri çox dincəldim. Uşaqlar bizə qəşəng şeir dedilər, rəqs elədilər, mahnı oxudular. Mənim ruhum dincəldi. İmkanımız olduqca bu uşaqlarla belə vaxt keçirməkdən yəni zövq alarıq da. Vaxt olduqca görüşəcəyik və sizlərlə daha belə keyifli əyləncələr yaşayacağıq inşallah. Bir təşəkkürümüz də bizim Limon Lunch restoranınadır. Bəli. Dostlarımıza təşəkkür bildiririk. Əgər siz qəşəng yemək yemək istəyirsinizsə, qəşəng kokteyllər içmək istəyirsinizsə, fərqli yeməklərdən desertlər yemək istəyirsinizsə, buyurub gələ bilərsiniz Limon Lunch-a. Ləzzət axtarışının digər sponsoru isə Azərbaycan brendi olan Miniboss uşaq bezləridir. Miniboss uşaq bezlərindən evladları üçün istifadə edən valideynlər keyfiyyətimizi bilir. Uşaqlara qətiyyən allergiya vermir, mayəni anında hopur. Yəni bir sözdən keyfiyyəti möhtəşəmdir. Alın, özünüz görün. Xoşbəxt analar, xoşbəxt körpələr. Bizim dostlarımızın içində deyəsən bir nəfər. Barata 6 nömrə lazımdır. Götür getdik. 6 nömrədir bu? Barat! Aha, Barat burada. Al, say taşmaqla deyil, Barat, neçə yaşın var sənin? 5. Ala, bu sənin şadlıqlara yiyəsən, qardaşım. Uşaqlar, görmür musunuz? Onda bir dənə də rəqs edək. DJ Afundo! Sponsorlar Oba Marketlər şəbəkəsi, Miniboss uşaq bezləri.